Qurbanovun yəni işğalı ilə bağlı, Kəlbəcəri işğalı ilə bağlı bir mövzu barəsində ətraflı müzakirə edəcək. Və eyni zamanda xatırlatmışdıq ki, bugün rayon icra hakimiyyətinin səlahiyyətlərindən qat-qat çox Cavid Qurbanovun anası Firuzə xanımın səlahiyyətləri daha böyükdür. Yəni bugün ən azından ayaq yolu təmizləmək üçün bir xadimə vəzifəsinə getmək üçün hökmən, əgər əvvəl Qəmbər Qurbanovun o quşqoydu mərasimindən keçməli idinsə, indi artıq Firuzə xanımın quşqoydu mərasimindən keçməlisən. Əgər bu uğurlu alınmayacaqsa, ümumiyyətlə o cür xan xəyallarından tamamilə çəkinməyə məhkumsan. Dəyərli bacı və qardaşlar, əziz izləyicilərimiz, aktiv olun. Aktiv olun ona görə ki, sizlə bizim aramızda olan fərq daha da kiçilsin. Dövlət başçısının özündən böyük müxalifətçi yoxdur. Baxın, öz hakimiyyəti haqqında nələri demir. Buyurun, sizlər də deyin və bizlər kimi sizlər də aktiv olun. Axı, nədən susursuz, nədən bu qədər, necə deyim belə, yan yörənizə baxa-baxa danışırsınız? O dönəm bitdi artıq, dəyərli bəylər və xanımlar. Bitdi. Aktiv olmaq zamanıdır. Nə qədər biz aktiv olacaqsa, nə qədər haqqımızı, hüququmuzu tələb edəcəksə, bu məmuriyyət özü onları verməyə məcbur olacaq. Yoxsa biz susqunluğumuzu davam etdirəcəyimiz təqdirdə təbii ki, bunlar onsuz da bizə vermək istəmədiyini və hər halda heç vaxtda verməyə çalışmayacaq. O, belə bir atalar misalı da var. Ağlamayana